Dadlı yarpaq xəngəli hazırlamaq üçün ələnmiş una, duz, yumurta ağı, su əlavə edib orta bərklikdə xəmir hazırlayıb üzərini örtüb 30 dəqiqə dincəlməyə qoyuram. Ocağın üzərinə qoyduğum tavaya yağ atıb nazik doğradığım soğanları töküb sarımsaq və duz əlavə edib yaxşıca qovururam. Ayrıca çəkilmiş əti də tavaya töküb zövqə görə duz, qara və qırmızı istiot, sarımsaq töküb əti də yaxşıca qovururam. 4 hissəyə ayırdığım xəmir kündələrini un səpib bir-bir oxlovla yayıb xırda hissələrə kəsirim. Ocağın üzərində qazanda qaynayan suya duz töküb qarışdırıb yarpaq xəngəlini suya töküb biraz bişirib sudan yığıram. Boş qaba çəkdiyim xəngəlin üzərinə hazırladığım sarımsaqlı qatıq tökürəm. Üzərinə qovurduğum soğançanı və qovurulmuş qiyməni töküb servis edirəm.